Salam, hər vaxtınız xeyir əziz dostlar. Dadaş bir kanalında hər birinizi salamlayıram. Bugünkü bizim dərsimiz IP ünvanlama və subnettingə həsr olunacaq. Basic formasında deyəcəm. Bildiyiniz kimi, həmişə soruşurlar, harasa gedəndə video IP nədir? IP ünvanı IP, yəni internet protokol adres sözünün qısaltmasıdır. İnternet şəbəkəsinə qoşulmuş hər bir device'ın kompüter rəqəmlərindən ibarət elektron ünvanıdır. İnternet sistemində kompüterə iki variantda ünvana malikdir. Rəqəm IP ünvanı və simvolik domen ünvanı. Yəni internetə qoşulan hər bir cihazın öz IP ünvanı olur. O da təbii ki, DHCP serverindən paylanır. Digər bütün kompüter isə bu ünvan və əlaqə saxlayır ki, iki ayrı kompüter eyni şəbəkədə olmasa var da, IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hazırda bildiyiniz kimi ən çox istifadə olunan bu dəqiqə IPv4-dür. 32 bit həcmində istifadə edilir və nöqtələrə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlə göstərilir. Yəni 4-ü 8-ə vuranda 32 edir və elə hesablanır. İnternet istifadəçilərin bütün ünvanları bu sistemdə yadda saxlamaq çətin olduğu üçün bir çox mütəxəssislər istifadəçi ünvanların yaradılması domen, yəni DNS təklif edirlər. İndi mən sizə bir-iki dənə şəkil göstərəcəm. Deməli, bildiyiniz kimi, yoldaşlar, IPv4 və IPv6 sistemi var da, bildiyiniz kimi. Məsəl üçün, IPv4 1981-ci ildə deploy olunub, 32 bitlik adresdir. Hardasa 4,3 milyon adres var. Və nümunə təsəvvür edin ki, belədir də 4. Belə hesabı. IPv6 isə 128 bitlik IP adresi. Təxminə kodlaşdırması belə gedir. Gördüyünüz kimi hex formada standart olaraq belə gedir. Və bildiyiniz kimi IP-lərin klassifikasiyası deyilən bir şey var. Yəni həmişə soruşurlar, klasslar nədir? A klassı, B klassı, D klassı. Yer düzlüyündə hələ onlar aktiv deyil. Deməli, yoldaşlar, A klassı bizdə başlayır 0-dan 127, 255, 255-ə qədər. Əslində 127 bizdə localhost gedir 00.1. Ona görə 0-dan 127, 255-ə qədər hesablanır. B klassımız bizim başlayır 128-dən 191-ə kimi. Məsəl üçün 128.0.1.0 191, 255, 255-ə qədər. Subnet Moskvanı da yəqin siz burada görürsünüz. Görürsünüz host per network ID, yəni 224, 16 və 8. C klassımız isə da bildiyimiz kimi 192, 168, nə bilim 160, neçə elə hesablamamız. Subnet maskımız 255, 255. D klassımız isə multicast gedir deyə 224-dən 239-a qədər. Y isə eksperimentaldır 240-dan 255-ə qədər. Hal-hazırda bildiyiniz kimi şirkətlərin çoxsunda A klassdır, onunla başlayan IP-lərdir. C klassdakı təbii ki, evdə bizdə istifadə edən routerlarda, device'larda, məsələn, TP-Linkdir, Huawei-dir, Xiaomi-dir, Linksys-dir, Netgear-dir, filandır. Və ondan da əlavə mən sizə bir şəkildə göstərmək istəyirəm. Çoxlarınız yəqin bilirsiniz ki, subnetin maskı biraz hesablamaq çətin məsələdir. Yəqin onu bildiyiniz kimi kalkulatoru var. Yəni bu cədvələ baxsa sizə rahat olar ki, məsələn, hər subnet maska neçə bitlik şəbəkə düşür və necə hesablanır. Deməli, məsəl üçün bir şey deyim sizə. Tutalım ki, bizdə bir açın, bir tekst havayı açın burada sizin üçün. Adi elementarları mən sizə göstərəcəm. Deməli, bizdə belə bir IP-miz var. 192.168.1.1. Bu 4 oktetdə hesablanır. Yəni 8 bitlidir. 1, 2, 3, 4. 8-i vururuq 4-ə bərabərdir 32 bit. Yəni 4, 4, özür istəyirəm, 8, 8, 8, 8. Binary formasında isə bu IP belə hesablanır. Deməli, 110, 1, 2, 3, 4, 5, 6, vergül 101, 0, 10, 0, 0, 101, 0, 10, 0, 0, vergül 1, 2, 3, 4, 5, 6, 7 belə təxmini mən sizə deyirəm. Və
Binary-də, yəni hesablanması belədir. Və bəziləri soruşur ki, public-lə private IP-nin, yəni adresasiyası falan, o var, necə olur? Baxın, privat IP-nin aralığı A klassında başlayır 10.00-dan 10.255-ə qədər. B klassında 172-dən 172.16-dan 172.31-ə qədər. C klassında isə 192.168.0-dan 192.168.255-ə qədər. Bu bizim private IP-lərimiz. Çünki bu CCNA-də də bildiyim qədər həmişə düşür suallarda və adi bu siz şəbəkə ilə iş görəndə də hə, çöl IP-si nədir, daxil IP-si nədir deyirlər də, yəqin o termini siz eşitmisiniz. Public IP adres range isə başlayır A klassı sıfırlardan, finishdə qıtarı 126, çünki 127 artıq lokal hostdur deyə. Görürsünüz birbaşa başlayır 128-dən. B-də başlayır 128.00-dan 191.255-ə qədər, C-də 192-dən 223-ə qədər, D-də 224-dən, Y-də də 240. Düzdür, təbii ki, bizdə indi hal-hazırda Y istifadə olunmur. Və biz klassları mən sizə dedim. Seeder, çoxlarınız yəqin eşitmisiniz bu nədir? Seeder, bu mərkəzə qoyum. Seederin mənası classless, təzən səhv açdım. Classless inter-domain routing. Routing gedir. Yəni, məsəl üçün, bizim bir IP-miz var. 192.168.1.0 bitdi. /24 qoyuram. Yəni, bərabər də qoyuram. 24 bitlik 24 bir network hissəsidir bunun. Network hissəsi. Bu slash olan yeri. Daha sonra isə 32-dən çıxırıq 24-ü bərabərdir 8. Bu isə bizim 8 bitdiyimiz hostu. Bayaq dediyim kimi 8, 8, 8. Bu da 24-dür. Subnet maska gələndə də bunu da çəkək ortadan. Subnet mask. Subnet maskdə isə subnet mask nəyi göstərir? Hansı bitlər şəbəkədir və hansı bitlər hostdadır? Məsəl üçün /24 qoyuram, -255, 255, 255.0 və ./26 qoyuram. 255, 255.255.192. Bu yəni bizim neçə bitlə hesablanır və neçəlik bizim hostumuz var. Subnetin hesablanma praktikası isə əslində bir balaca çətin də gələ bilər, asan da gələ bilər. Mən eksperimental dildə sizə başa salacağam. Məsəl üçün 192.168 1.0/24. Yəni bunu biz neçə bit borrow deyirlər onu etməliyik. Əgər bizdə 4 subnet varsa 2 vur 2 bərabərdir 4 hesablanır. 2 bitimizi borrow edirik. Yəni yeni maskımız bizim olur 26-lıq. Əlavə üstünə 2 gəlirik. 24 və 26. Daha sonra isə yeni maskımız bizim necə olacaq? /26 bərabərdir 255 255 255.192. Block size. Block size'ımız da bizim belə gedəcək. 256-dan çıxıram 192 bərabərdir 64. Daha sonra isə keçirik subnetlərə. Subnet masklara. Daha doğrusu subnetin özünə. Subnetdə mən sizə təxmini nümunə gətirirəm. Birinci subnet məsəl üçün. Birinci yazıram subnet. Networkümüz tutalım ki bizim IP-miz. 192.168.1.64'dür. Bu artıq 26'lıq hesablanır. 24 aktivlə. Broadcastımız bizim 192.168.1.127'dir. Host range'imiz isə bizim 192.168.1.65'dən, yəni aralıq 192.168.1.126'ya qədər. Üzr istəyirəm 62'ya qədər. Ben burada səhv yazdım. Bir dəqiqə, burada qaçırdım. Bu 63 olacaq bizdə. Birinci subnet 0'dır. Bu hesabı 26. Broadcastımız bizim 63'dür. Birdən 62'ye qədər.
Yəni gördüyünüz kimi aralıq 62 isə broadcast 63-dür. İkinci subnetimiz bizim. İkinci subnetimiz belə olacaq. 100 deməli network 192.168.1.60'dır. Bu da 26'lıqdır. Deməli bizdə broadcast olacaq 192.168.1.127 və bizim host range'imiz 192.168.1.65'dən 192.168.1.126'ya qədər. Üçüncü subnetimiz isə belə olacaq. Deməli network 192.168.1.128 bu da 26'lıqdır. Broadcast 192.168.1.191 və host range'imiz 192.168.1.129'dan 192.168.1.190'a qədər belə bir aralıq olsun. Və dördüncü subneti yazacağım. Dördüncü subnet deməli network 192.168.1.192/26 broadcast 192.168.1.255 və bizim host range'imiz 192.168.1.193 və 192.168.1.254. Yekun nəticə yoldaşlar belə gedəcək. Mən bir dənə bu intervalını bir balaca azaldım sizin üçün. Bax gördüyünüz kimi biz bir dənə şəbəkəni 4 dənə subnetə böldürdük də. Məsəl üçün 1-dən 62'ye qədər, daha sonra isə qarmaqaççılıq IP-lər verdik və yekun nəticə ./24 yazılanda 256 IP vermək mümkündür. 26'da isə 26'lıqda 64 IP vermək lazımdır hər subnetə. Hər subnetdə 62 istifadə bilən bizim hostumuz var. Yəni siz artıq burada şəbəkədə avadanlığınız nə qədər çoxdursa, siz artıq network konfigurasiyanı edəndə siz ilk növbədə belə bir mən bayaq sizə göstərmişdim. O bizim subnetlərimizdir. Subnetə uyğun siz baxa bilərsiniz ki, məsəl üçün subnet neçəlikdir? 8'likdir, 9'luqdur, 10'luqdur. Yəni siz burada artıq bit borrow dediyim kimi subnet hostlar var da. Yəni sizin IP hostdan qoşmaq mümkündür. Yəni ən yaxşısı kalkulatorla da hesablaya bilərsiniz. Subnetin çünki biz bir balaca dəyəri mövzudur deyə onu siz rahat asanlıqla hesablayıb, indi baxır da hərəsinə elə adam var, asan gəlir, hərəsi var, rahat gəlir. Hesablayıb bilə bilərsiniz. Çünki bu dəqiqə mən fikir vermişəm, subnetin hesablanması əslində o öz kalkulatoru var dediyim kimi. Biraz onu hesablayıb çətindir. Yəni mən nümunəni sadəcə olaraq sizə gətirdim ki, 24 ilə 256 IP-dir, 26 isə 64 IP hər subnetə düşür. Yəni hər subnetdə maksimum 62-dən istifadə edə bilən host istifadə edə bilərsiniz. Hesablamağa da artıq siz özünüz baxacaqsınız ki, hansı şəbəkə ilə siz verirsiniz, 55 dənə verirsiniz və yaxud da 192 ilə verirsiniz, 26 və 24 idi. Bitslərimiz də bizim var idi burada və host subnetlər də var idi. Görürsünüz, 126 da var burada, 62 də var. Artıq siz baxır, sizin qurduğunuz şəbəkədən asılıdır, konfigurasiyasından asılıdır. Bugünlük dostlar bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə sağ olun.